5 oktyabr Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov, həmçinin təhsil sahəsində çalışan şəhid ailələri və müəllimlər iştirak ediblər. Çıxış edən natiqlər qeyd ediblər ki, müəllimlik peşəsi cəmiyyətin ən ali və məsuliyyətli sahələrindən biridir. Onlar vurğulayıblar ki, müəllimlər yalnız bilik ötürən deyil, həm də gənc nəslin vətənpərvər, əxlaqlı və savadlı vətəndaş kimi formalaşmasında mühüm rol oynayırlar. Mən bu tədbiri təşkil elədiyinə görə Elm və Təhsil İşçiləri Həmkarlar Təşkilatına öz təşəkkürümü bildirirəm. Ümumiyyətlə, təhsil işçiləri həmişə dövlətin qayğısı hiss edir. Bu gün də biz bu qayğının daha yaxından hiss elədik. Bu peşə bayramı münasibəti ilə bizi bura dəvət eləmişdilər. Bizim üçün çox xoş oldu. Bir şəhid ailəsi olaraq, həm də müəllim olaraq mənə göstərilən bu qiymətə görə, eləcə də bütün müəllimlərə göstərilən qayğıya görə birinci dövlətimizə, sonra Elm və Təhsil İşçiləri Həmkarlar Təşkilatına öz təşəkkürümü bildirirəm. Tədbirdə həmçinin təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup müəllim fəxri fərmanlar və hədiyyələrlə təltif olunub. Azərbaycan hər yerində qeyd olunduğu kimi bu ildə Şamaxı rayonunda da 5 oktyabr Müəllimlər Günü yüksək səviyyədə qeyd olundu. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Şamaxı rayonunda da həmin tədbir keçirildi. Tədbirdə şəhid ailələri, müəllimlər, regional kollecin əməkdaşları, peşə liseyinin müəllimləri iştirak elədi. Məqsədimiz gənc nəslin daha da fəal yetişdirilməsində bugünkü müəllimləri daha da ruhlandırmaq və onlara dəstək olmaq.